Azərbaycanın qədim dövlətçilik tarixi haradan başlayır? Urmiya gölü ətrafına Manna dövlətinə səyahət edək. Manna adı ilk dəfə eradan əvvəl 843-cü ildə 3-cü Salmanasarın kitabəsində çəkilir. Həmi 14 il sonra eradan əvvəl 829-cu ildə isə ilk hökmdar Udakinin adı tarixin yaddaşına həkk olunur. Dövlətin ən qüdrətli dövrü İranzunun hakimiyyətinə təsadüf edir. Ondan sonra gələn Aza və Ulusun dövründə Manna, Aşşur və Urartu arasındakı qanlı mübarizələrin mərkəzində idi. Eradan əvvəl 716-cı ildə Manna Aşşur hakimiyyətini tanıdı. Eradan əvvəl 714-cü ildə isə məşhur Sirdaqqa müqaviləsi imzalandı. Lakin zaman dəyişdi. Ahşerinin dövründə Sakların gəlişi ilə Manna Aşşura qarşı çıxdı. Amma eradan əvvəl 650 ildə Aşşurbanipalın amansız yürüşü dövləti zəiflətdi. Nəhayət, eradan əvvəl 590-cı ildə Aşşurun müttəfiqi olduğu üçün Midiya tərəfindən varlığına son qoyuldu. Maddiyyatı bitsə də mədəniyyəti qaldı. Həsənli qızıl camı onların çoxallahlı inancını, Sivyə tapıntıları isə heroqlif yazısından istifadə etdiklərini bugün bizə sübut edir.